Yadıma düşmüşkən bu tez geodezi izahı da verim. Deməli, indi bilirsiniz ki, qabaqdan kollekvium imtahanları gəlir. Deməli, bizə də beləncə sualların düşmə ehtimalı çoxdur. Biz də bilirik ki, bunların onsuz hesablama üsullarını mən ötən videolarda izah eləmişdim. Sadəcə bunun daha tez üsulu var. Deməli, atıram, baxın belə bir məsələ 1/5-in 2/5-ə. Məsələn, anlıq oldu da, indi imtahan sırasıdır, hamıda ola biləcək halda düstur yadımızdan çıxdı. Tez neynirik? Buranı ölçdük 1/5, buranı ölçdük 2/5. 1/5-i 250-yə vurun 375. Avtomatik o birisi tərəfi tapmaq üçün 1000-dən 375-i çıxın 625 tapacaqsınız. Yəni burada ay unutdum, ay düstur belə, ay düstur elə. Yəni çox bilirmiş kimi davranmayın da. İmtahanda bir də baxacaqsınız ki, imtahanda sual yadınızdan çıxdı ya da düstur yadınızdan çıxdı. Kimdə orada delta x bərabərdir, x m vurulsun bilməm nə, 250, onu get tapdıq. Elə burada 1/5 250-yə vurun, 375 tapın, 1000-dən 375 çıxın, 625 tapın. Sonra bitdi. Lazım olanda da bu elə bir ki, çıxanda tapacağınız qiymət, bu üstünə gələndə tapacağınız qiymətdir. Bu da bundan çıxanda tapacağınız qiymətdir. Yəni ki, belə deyim də, burada mən yazmışam ki, burada cavab bu olmalıdır. 3.415.625 metr. Çünki cavablarda bu metrlə istəyir sizdən. Düzdür, mən bura kilometrlə də yazmışam, amma ola bilər. Burada cavabı sizdən metrlə istəyir. Amma mən yenə də yadıma düşmüşkən bu tez üsulu da sizə tez bir şəkildə izah eləməyi məsləhət gördüm. Yəni, məncə elədir. Yəni, buradan belə ölçün, məsələn, bu olsun, məsələn, 4/1. 4/1-i 250-yə vurun, oradan tapandan sonra cavabı 1000-dən çıxın, bu tərəfi tapmış olursunuz avtomatik. Ya da məsələn, bu 2 olsun, 2-ni 250-yə vurdum, 500, deməli, burada 500. Çünki kvadratın 4 santimdə 4 santimində 1 kilometrdir. Bitdi, bu qədər. Abunə olmağı, like atmağı unutmayın.